Aydınlığa doğru milli mənəvi dəyərlərin qorunması ictimai birliyi 2008-ci ilin mart ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Bu illər ərzində Aydınlığa doğru ictimai birliyi bir çox sosial, maarifləndirici layihələrə imza atıb. Xalqımızın zəngin milli mənəvi dəyərlərinə sahib çıxmaq, dövrün tələblərinə uyğun biliklərə yiyələnmək istiqamətində aparılan işlər, sosial həyatda tələbə gənclərin, Azərbaycan qadınının fəallığını artırmaq niyyəti ilə keçirilən konfranslar, müxtəlif seminarlar, sərgilər, təqdimatlar. Cəmiyyətin inkişafında sağlam qüvvələrin səfərbər olması şərtdir. Gələcəyimiz üçün mənəvi məsuliyyət daşıyan ziyalıları layihələrə cəlb etmək, problemlərə diqqət yönəltmək, çözüm yollarını araşdırmaq aydınlığa doğru atılan addımlardandır. Məqsədlərdən biri də din, millət, fikir fərqliliklərinə tolerant münasibət formalaşdırmaqdır. Aydınlığa doğru ictimai birliyinin 2015-ci ildən bəri Azərbaycan Respublikası Təhsil Nazirliyi və TİKA-nın dəstəyi ilə həyata keçirilən Ailə Akademiyası davamlı layihəsi təhlükəli statistik göstəricilər fonunda yarandı. Azərbaycanda hər 5 ailədən biri dağılır. Ailə dəyərlərinin qorunması naminə ən önəmli məkana, düşüncələrin formalaşdığı məktəblərə doğru addım atdıq. Məşhur pedaqoqlar, psixoloqlar, dəyərli ziyalılarımız təşəbbüsümüzə təmənnasız dəstək verdilər. Bakının Xəzər, Sabunçu, Binəqədi, Yasamal məktəblərinin yuxarı sinif şagirdləri və valideynləri ilə fəal ünsiyyət quruldu. Söhbətlər, treninqlər, maarifləndirici oyunlar müsbət nəticələrini verdi. Ailə sevgi, şəfqət, səadət, sədaqət, birlik, həmrəylik məktəbidir devizi ilə yola çıxan Ailə Akademiyası hərəkata çevrildi. ADTV-nin istehsalı olan 3 sosial çarxdan ikisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, BMT Əhali Fondunun keçirdiyi Azərbaycan Ailəsi adlı müsabiqədə ən yaxşı sosial çarx kimi birinci yerə layiq görüldü. Xoşbəxtliyin qapısı eviniz, açarı isə siz. Məşhur mesenat, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Həyat Məktəbinin gənclər arasında təbliği, ictimai birliyin geniş çevrəni əhatə edən maraqlı və əhəmiyyətli layihələrindəndir. Bakının bir çox universitetlərində tələbələrlə keçirilən görüşlərdə millət və xalq naminə bir insanın bir dövlət qədər iş görə biləcəyi barədə söhbətlər, halal-haram anlayışlarına dair müzakirələr, xeyriyyəçiliyin kütləviləşməsi ilə bağlı səslənən təkliflər yeni nəsli laqeydlikdən uzaqlaşdırmağa, hər sahədə fəal mövqe tutmağa, birliyə, təşəbbüsə səsləyir. Şəxsiyyət kimi tarixdə, yaddaşlarda qalmağın vacibliyini xatırladır. Aydınlığa doğru atdığımız hər bir addımda cəmiyyətə əhəmiyyətli çağırış var. Xalqımıza təmənnasız xidmət, aydınlığa doğru aparan yola işıq tutmaq qarşımıza qoyduğumuz öhdəlikdir. Biliyimiz, istedadımız və əldə olan kiçik imkanlardan istifadə edərək millətimizin gələcəyi üçün çalışmağı özümüzə vətəndaşlıq borcu hesab edir və şərəf bilirik.